Mübariz İbrahimovun xalası oğul. Babək Əliyev. Bəli, mənim orada gözüm bağlı idi. Onun nə idi günahı? Mübariz İbrahimovun nə idi günahı? Söydülər orada. Mübariz İbrahimov. Bəli, mənim gözüm bağlı idi, söydülər. Elə Babəkə də, nə bilmə o rəhmətliyə də. Bu proseslərdə hər hansı bir general və yaxud da vəzifəli şəxs görürdünüz? Hikmət Həsənov. General Hikmət Həsənov. Bəli, o özü. Məni otaqda çırpdırırdılar hələ ondan əlavə. Tok vermədən əlavə təzən burada məni şeylə otaqda çırpdırırlar. Gənə mən gənə bunların plan şeyə bu oyunu al falan şöyle belə. Mən yox dedicə birdən ha o prokuraturun işçilərini. Prokurorluq işçilərinin otağında. Bəli, bəli. Tərtərdə. Tərtər prokurorluğunda. Tərtərdə yox, 7-8-in içində. Deməli prokurorlar orada gəlib İşgəncə orada. məkanında. İşgəncə məkanında da. Tamam, tamam. İşgəncə məkanında. Prokurorlar özləri edirdi, yoxsa onların qabağında edirdilər bunu? Vallahi belə mənim yenə deyirəm, gözüm bağlı idi. Siz bilmirsiniz. Amma Gözüm bağlı idi. Çöldən çağırırdılar ki, çöldən çağır. Onu bilirdim ki, maska aldı. Deyirdi ki, Əliyyə bunun meydini sələ bu boynunu almır. Elə çırpa-çırpa deyirdi, boynunu al da, boynunu al. Deyirdim, elə bir şey olmuyor axı.